İstərdik ki, həm 44 günlük vətən müharibəsi haqqında, həm siz özünüz də iştirakçı olmusunuz birbaşa, həm də elə şəhidlik məktəbi, bizim şəhidlər haqqında elə sizdən bir fikir alaq. İlk öncə mövzunun əhəmiyyət və mahiyyətini daha da dərindən dərk etməyimiz üçün Allah Teala Quran-ı Kərimdə, sonuncu səmavi kitabımız olan Quran-ı Kərimdə 54 yerdə şəhidlik barəsində danışır. Amma daha şöhrət, daha məşhur olan Əl-Bəqərə və Ali-İmran surəsində olanlar, ayələr ki var. وَلَا تَحْسَبَنَّ الَّذ۪ينَ قُتِلُوا فِي سَبِيلِ اللّٰهِ Allah yolunda öldürülənləri siz ölü hesab eləməyin, elə fikirləşməyin onlar ölüb deyə. Və yaxud da digər ayət-i şərifədə وَلَا تَقُولُوا deməyin. Yəni bu ifadəni ağzınıza alıb bu sözü söyləməyin ki, onlar öldü. Əslində İmam Əli əleyhissalamın belə məşhur kəlamı var. Buyurur ki, nə çox diri insanlar var ki, diri ikən ölüdülər. Nə çox ölü kimi zənn edilən insanlar var ki, onlar ölü ikən diridirlər. Əgər bir insan sağ ikən nə ailəsinə, nə cəmiyyətə, xalqa, millətə, ölkəyə əgər faydası yoxdursa, o insanın varlığı ölmüş kimi. Amma bir insan elə bir elmi əsərlər qoyub, xalqına, millətinə, ölkəsinə, cəmiyyətinə, dininə, məzhəbinə fayda verici bir səmərəli, məhsuldar insan olubsa, o dünyasını dəyişmiş olsa belə, məsələn, baxsaq, bizim klassiklərimiz, nizamilərimiz, Məhəmməd Füzulilərimiz və s. Bunlar, yəni, bu günləri adları çəkilirsə, onlar diridir. Və Allah şəhidə ölü ifadəsini işlətməyin deyə söyləyir. Yəni, onlar diridir, onlar yaşayır və bəli, onları da yaşatmaq bir xalq olaraq, bir millət olaraq, vətəndaş olaraq hamımızın boynunun borcudur.